Əslində allergiya və xərçəng xəstəlikləri yeni deyil, illərdir mövcuddur. Amma xüsusilə 20-ci əsrdən etibarən bu xəstəliklərin dünyada bu qədər sürətlə yayılması sual doğurur. Nə dəyişdi ki, niyə bu qədər insan bu xəstəliklərə mübarizə aparır? Cavab isə sadədir, amma düşündürücüdür. Qida sənayesinin dəyişməsi, suni qatqılar, gemeonlar, dad gücləndiricilər. Eyni zamanda təmizlik və gigiyena adı altında evlərə daxil olan güclü kimyəvi vasitələr. Hətta insanlar təmizliyə can atarkən bilmədən özlərinə zərər verirlər. Burada deyilən bir söz də var. Ay qız, atırsan içində olur gül kimi. Bəli, amma o gül kimi olan şey əslində zərərli kimyəvi maddədir. Doğrudur, həyatımız rahatlaşıb. Bir ləkəni çıxarmaq üçün artıq əziyyət çəkmirik. Amma bu rahatlığın arxasında sağlamlığımızdan keçdiyimizi unuduruq. Şirkətlər isə bizim bu rahatlığımızı fürsətə çevirib. Həm kimyəvi vasitələri, həm də onların fəsadlarını müalicə edən dərmanları bizə sataraq. Sistem səni düşünmür, onlar qazancı düşünür. Amma sən artıq oyandın, fərqindəsən və bəzən sadəcə fərqinə varmaq belə böyük bir başlanğıcdır.